48 il ailə olmuşuq. Birdən o yoldaşım elə xasiyyəti üzə çıxırdı. Deyirdim, bu da var səndə. Gülürdü, deyirdi, var, hə. Amma bu nətər 2 ayda, olsun 6 ayda, olsun 1 ildə, sən nətər onu tanıya bilərsən, nətər o? Öyrən də, bala, döz də. Elə bir gedirlər ki, evə versin, ayət olsa, uşaq olsun, aliment versin. Bundan o həyat olar. Nəyə lazımdır bu həyat? Nə mənasızlıqdır? Ona mən mənasız həyat deyirəm. Vallahi. Getmişsən ailə ol da, ailən olsun, başın üstündə sahibi olsun. Nə bilim, mən ər çörəyindən elə bir şirin dadlı çörək bilmirəm. Özüm işləmişəm neçə yerdə. İnarsan o axşam bir dənə çörək alıb, bir dənə nəsə alıb gəlirdi, o mən elə bilirdim ki, ən dadlısıdır. Hə, ona görə deyirlər də ər çörəyi. Əlbəttə nə ki. qədər biz qazansaq da, yoldaşın gətirdiyi ət, yoldaşının gətirdiyi çörək, Bəs nə danışırsınız? o daha çox ruzilidir. Özü deyirdi ki, sən məndən çox qazanırsan. Deyirdim, yox, sən gətirdiyin mənə hamısından artıqdır. Ən gözəl yemək ər çörəyidir, vallahi. Ailəyə müdaxilələr olur da, məsələn, belə deyək, qızın anası zəng vurur ki, sən niyə qaynanama bu sözü demədin və müdaxilələr çox olur da indiki dövrdə. O vaxtda var idi mi belə bir şeylər? Yox, olmayıb. Mən hələ bir dəfə nəsə istənmişdim, istəyirdim, söyləyim. Ata rəhmətlikdir, mama rəhmətlikdir. Səndən başqa 3 uşağım var ha mən. Get, deyirdim, özünüz vermişsiniz. Deyirdim, nə dəxli var ki, ailədir bu. Dözüb oturarsan. Deyirdim, baldızlarım belə evdə cavan uşaqlar idi da. Qaynanam çox gözəl insan olub, heç inciməsin yatdığı yerdən, amma qaynatam yaman olub. Dözəmirdim da, birdən elə hərəkət durub, deyirdi, olmaz, dözməlisən. Bu həyatdır, bu olmalıdır.